Azərbaycan Budo Döyüş Növləri Federasiyasının təşkilatçılığı və Cəlilabad Budo Döyüş Növləri Aslanlar Klubunun təşəbbüsü ilə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında Budo Döyüş Növləri üzrə Cəlilabad rayonu açıq birinciliyi və çempionatı keçirilib. Yarışda 22 şəhər və rayonu təmsil edən ümumilikdə 165 idmançı iştirak edib. Çempionatın keçirilməsində əsas məqsəd Budo döyüş növlərinin ölkəmizə daha geniş tanıdılması və bu idman növünün populyarlaşdırılması olub. Turnirin rəsmi açılış mərasimində yarışların təşkilat komitəsi ilə birgə şəhid ailələri, qazilər, rəsmi qurumların nümayəndələri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər. Daha sonra sözü gedən federasiyanın rəhbərləri güləş üzrə ölkənin əməkdar məşqçisi Ceyhun Ağamalıyev müharibə veteranları çıxış edərək idmanın ümumi inkişafından danışaraq turnir iştirakçılarına uğurlar arzulayıblar. Bu çempionatı keçirməkdə məqsədimiz Cəlilabad ərazisində budo döyüş növlərinin inkişafı, eləcə də idmançılarımızın döyüş səviyyəsinin artırılması və ən əsası idmançılarımızın, gələcək nəslimizin sağlam düşüncədə, sağlam ruhda, vətənpərvər ruhunda, inkişafında dəstəyimizdir. Qeyd edək ki, Azərbaycanda Budo Döyüş Növləri Federasiyası 2008-ci ildə yaradılıb. Dünyanın müxtəlif ölkələrində keçirilən yarışlarda idmançılarımız uğurla çıxış edərək yaxşı nəticələr əldə ediblər. Artıq dünya və Avropa çempionlarımız var. Yarış təşkilatçılarının sözlərinə görə bölgələrdə keçirilən turnirlərin əsl məqsədi məhz istedadlı döyüşçülərin aşkar edilməsi və onların hazırlıqlarının artırılmasıdır. Qeyd edək ki, yarışa qeyri-adi güc bacarıqları olan idmançıların nümunəvi və əyləncəli çıxışları izləndikdən sonra start verilib. Yarışlar gərgin mübarizə şəraitində 2 gün davam edib. Bugün Azərbaycan Budo Döyüş Növləri Federasiyası və Cəlilabad Budo Döyüş Növləri Aslanlar Klubunun birgə təşkil etdiyi Cəlilabad açıq birinciliyi və çempionatıdır. Bu yarışa 22 rayon və şəhərlərdən 165 idmançı qatılmışdır. Bütün yarış iştirakçılarına uğurlar arzu edirəm. Yarışların qaliblərinə diplomları Azərbaycan Budo Döyüş Növləri Federasiyasının prezidenti Faiq Rəfiyev və Cəlilabad Budo Döyüş Növləri Aslanlar Klubunun direktoru Asif Nuriyev təqdim ediblər. Nəticələrə görə komanda hesabında üstünlük Lənkəran Cənub qarışıq döyüşləri mərkəzi 1-ci yerə 2-ci yer Biləsuvar, Hənid İdman Klubu 3-cü yer Bakı Seyidov Faiq Klubu tutub. Könül Kazımova, İlqar Mustafayev bugün informasiya proqramı üçün.